Dünən müəllimə müsahibəyə Ağay Sunusi با Adilə Ferdowsi var idi. Ona görə nəzəriniz nə idi? Dünən müəllimə بعد از مدت‌ها آقای سنوسی bizim Rəmzin sözün Ay Ferdowsi bura dedi və bizim Rəmz واقعا سعودی yaşasın Türk milləti. Bilmirəm, Ay Ferdowsi ki özü bir nicat tanınır, çox kiplənmişdi bir para bəhslərə ki, məcbur oluna Hacı Zunuzinin sözü ağzından bir para sözlər çıxar. Bəli, Ay Zunuzinin də iştibahları var idi. Alvezin şəxsi filmi Niyə Gərək live bərnaməsində üzə gətirilirdi. Bu da Ay Zunuzidən bir daha intiqat. Ay Azimi bir de oyuncu gəlib aparıbdı. Golü bizim yaptığı oyuncular uçurdu, pis oyuncular gəldi, biz oxu bağışqaq. Niyə gələ Ay Zunuzi bir sürü nəfər qoyaqala bağışqaqda? Ferdowsi Purun əlini daldan bağladı, bütün suallarına cavab verdi. Ay Ferdowsi Pur kollərini çox fərq qoyur Təbriz timindən Tehranların arasında. Nəfər əvvəl başqa Traktor eləyə bildi sizin bəhs elədiklərinizi, sizin sözlərinizi Ferdowsi Pura yetirə ya yox. Sözləri olanda bir də pis vəli o sözlərimizi deyə bildi. Kollu İranda adildir. Bəli, Traktora görə biraz itsaf var onun söz danışıqlarında. Oracan ki yeri vardı Ayzunuz vaqən durdur qabağında. Bizim çoxdan idi Ay Zunuzi yetəyib da insan niyazı idi ki o sözlərimizi deyən qalmışdı hamısı rəmizdə ki o sözlərimizi çoxdan deyəmirdik. Vaqən qorxmalı cəbi var. Traktorun vərzişgahın cəbi qorxmalıdır və qorxurlar. Bəli, burada deməliyəm ki, mən istəyirəm və təmaşaçılarımız biraz mütəfavitdir qabağında. Mənim nəzərimə dəlil fəqət budur ki, havadarهای Traktor həmişə hər ləhzə cəv və yadigar imamı porşur saxlayıblar və havadarani Persepolis bu cəvdən qorxurlar. Geçdi. 100.000 nəfərin gedəcəyik stadiona, da cəv yer aldacaqdır ki, Persepolisin bazı ikonlar qışlar titriyə və